Bugün peyvəndlər haqqında danışmaq istədim. Əslində bu mövzunu seçməyim təsadüf deyildi. Bugün qarşılaşdığım bir xəstədən sonra, xəstəlikdən maalesef üzücü bir olaydan sonra bu mövzu haqqında danışmaq qərarına gəldim. Çünki belə düşündüm ki, biz kifayət qədər maariflənmiş deyilik bu mövzuda. Demək ki, burada bizim də bir həkim olaraq məsuliyyətimiz var. Çünki bu dövrdə belə bir cəmiyyətdə ki, inkişaf etmiş bir cəmiyyətdə yaşayırıq. Biz buna layiq deyilik. Yəni peyvəndi olan, aşırısı olan bir xəstəlikdən bizim uşaqlarımız xəstələnməməlidir, əziyyət çəkməməlidir, onun fəsadlarından əziyyət çəkməməlidir. Peyvəndlər, aşılar xəstəliyə yoluxmadan, hər hansı bir virusa, bakteriyaya, infeksiyaya yoluxmadan ona qarşı dirənç, ona qarşı mübarizə qabiliyyəti əldə etmək üçün hazırlanmış bioloji ajanlardır, bioloji maddələrdir, ilaçlardır, artıq nə desək. Bunlar orqanizmin yeridilməklə orqanizmi sanki belə deyim, infeksiyaya qarşı öncədən hazırlıqlı hala gətirirlər. Yəni onun vücud öz bütün ordusunu səfərbər edir və artıq nə zamansa bu infeksiyanın özünü yoluxduqda artıq onun tanımış olur və necə silahlanacağını, ona qarşı necə rəftar edəcəyini, hansı yolla mübarizə aparacağını bilmiş olur. Yəni düşünün, bu qədər gözəl, düzgün mexanizmlə artıq vücud hərəkət edə bilir ki, həmin infeksiya orqanizmdə ya heç bir fəsad törətmədən yüngül bir şəkildə keçirilir və yaxud da peyvəndin növündən, xəstəliyin növündən asılı olaraq və yaxud da heç bir yoluxma halı belə baş vermir. Və peyvəndlər özləri canlı peyvəndlər çox zəiflədilmiş, laborator şəraitdə çox zəiflədilmiş canlı olaraq yeridilir infeksiyanın özü və yaxud da inaktiv forması yeridilir, aktivliyini itirmiş, lakin orqanizmə yeridildikdə bir immun cavab verə biləcək forması yeridilir və yaxud da belə desək, toksinləri yeridilir, yəni zəhərib, əgər belə deməyimiz düzgün çıxarsa, yəni həmin infeksiyanın orqanizmə verdiyi, yeritdiyi zərərli maddənin laborator şəraitdə hazırlanmış şəkli yeridilərək hər üç formada da orqanizm bunu tanıyaraq ona qarşı öz mübarizə hüceyrələrini tam səfərbər vəziyyətə gətirmiş olur və hər bir ölkənin, hər bir dövlətin öz peyvənd sxemi vardır və təbii ki, bu dünya tərəfindən ümumi qəbul edilmiş bir peyvəndləmə qrafiki də vardır. Ölkələrin də bəzi bunlara individuallıqları vardır, amma ümumi standartlar bütün ölkələrdə aşağı-yuxarı eyni gedir. Bizim ölkədə də dünya standartlarına uyğun bir qrafik hazırlanmışdır və o qrafika uyğun olaraq gedir və bundan əlavə bir də özəl peyvəndlər vardır ki, hansı ki, bir çox ölkələrdə olduğu kimi, bəzi ölkələrdə daha doğrusu olduğu kimi, bizim ölkədə də o hələlik dövlət peyvənd qrafiklərinə daxil edilməyib, amma vurulması şiddətlə tövsiyə edilir ki, bunları da kənar mərkəzlərdə, yəni özəl mərkəzlərdə vurulması üçün həkiminizdən məsləhət, konsultasiya alıb onları da etdirə bilərsiniz və zərərli təsirlərinə sual verə bilərsiniz. Reaksiya oldu, zərərləri varmı? Xeyr, zərərləri yoxdur. Reaksiya ola bilərmi? Bəli, reaksiya ola bilər. Reaksiya hər bir şey ola bilər. Əziz valideynlər, unutmayın, yəni nəinki peyvənd, nəinki dərman, yediyimiz qidaya belə, hətta əvvəllər qəbul etdiyimiz qidaya, əvvəllər qəbul etdiyimiz dərmana belə həyatımızın bəlli bir mərhələsində biz bir reaksiya verə bilərik. Anafilaksi keçirə bilərik, anafilaktoid reaksiya verə bilərik. Bu
qaçınılmaz bir hal ola bilər. Bunun da öz mübarizə yolları var. Buna da biz hazırlıqlı olmalıyıq. Bunlar ayrı bir mövzulardır təbii ki. Təbii, əgər həyatımızın uşaq belə bir hal keçirdibsə, daha öncə bu peyvəndə qarşı, o peyvəndin vurulması sonraki mərhələlərdə durdurulur. O ayrı bir məsələdir. Amma uşağın peyvəndə reaksiya verdi və yaxud da peyvənddən filan xəstəlik əmələ gəldi, peyvənddən nevroloji problem əmələ gəldi, autizm əmələ gəldi, yaxud da başqa. Bunlar heç biri elmə əsaslanmış, elmi sübutu əsası olmayan fikirlərdir. Hər zaman elm kar və zarar əsasında irəliləyir. Yəni, peyvəndin vurulmasının nə qədər faydası var, peyvəndin vurulmaması nəticəsində yoluxduğunuz infeksion xəstəliyin uşağa nə qədər zərəri var. Və bu kar və zararı həkim hesablamalı, sizə də bildirməli, anlatmalı və bunu düşünməlisiniz və bir də bunu unutmayın ki, bunu da düşünün ki, peyvənd və peyvəndləmə fərdi deyil, toplumun, cəmiyyətin məsuliyyətidir. Yəni, siz bunu etməklə və etməməklə cəmiyyətdəki olan məsuliyyətinizi və yaxud da məsuliyyətsizliyinizi göstərmiş olursunuz. Sağlıqla qalın.